Hörmətli izləyicilər, ilk öncə kanalımıza abunə olmağı unutmayın. Allah qotur versin, dırnaq verməsin. Məqaləmizin adını boşuna atalar sözü ilə başlamamışdıq və söhbətimizi də uzadıb sizi yormaq istəmirəm. Mus demədən sözün Mustafasına keçək. Yaxın gəlin. Deyirlər Yeni Suraxanı qəsəbəsində keçmiş kondisioner zavoduna məxsus olan 960 kvadrat metr ərazini malqara üçün ayırır Tahir Qədəşov adlı şəxs. 8 nəfər üzvü ilə birlikdə özəlləşdirərək MMC yaradıblar. Həmin 8 nəfərin biri də Rauf Mikayılovdur. Rauf Mikayılov 33 ildir ki, payçı olduğu adı gedən ərazidə iri buynuzlu heyvan yetişdirərək fermer təsərrüfatı ilə məşğul olur. Eyni vaxtda xeyriyyə əməlindən də qalmır. Fermasında istehsal olunan süd və süd məhsulları ilə qazi və şəhid ailələrinə köməklik göstərir. MMC-nin təsisçisi sonradan Tahir Qədəşovun qızı Elnarə Qədəşovanın adına rəsmiləşdirilir. Buradan bir haşiyəyə çıxaraq, İstədim ki, təsisçinin dəyişən zaman 8 nəfər payçının razılığı alınıb, alınmayıb. Bu da bizə məlum deyil. Nəysə, mətləbdən uzaq düşməyək. 2024-cü ildə keçmiş təsisçi Tahir Qədəşov fermanın 360 kvadrat metrini qeyri-qanuni, yəni bildiyimiz zorbalıq, hədə-qorxu, qol gücü ilə söküb dağıtdı. Rauf Mikayılovun illərlə zəhmət çəkib böyütdüyü fermer təsərrüfatına ciddi şəkildə maddi ziyan vurdu. Təbii ki, sual yaranır. Məyər təsisçi Elnarə Qədəşova ilə Rauf Mikayılovun icarə müqaviləsi yox idi? Bunlar qanunu araşdıracağı mövzu olduğu üçün o barədə bəhs etmək istəmirik. Bizə ağrıdan tərəf odur ki, şəhid və qazilərin canı bahasına rahat biznes qurub sərvət artıran Tahir və Elnarə Qədəşovalar Rauf Mikayılovun təsərrüfatına ciddi şəkildə ziyan vuran zaman qazi və şəhid ailələrindən həya edərdilər. Acgözlükləri təkcə Rauf Mikayılovu deyil, qazilərin də qəzəbinə səbəb oldular. Burada düşünürsən, Allah belə kəmfürsət varlıqlara qotur versin, qaşıma dırnaq verməsin. Hansı ki, məhv etdiyi fermada inəklərin dilindən olan qarğışdır. Bir duyduq. O ölürdü. Bax, bu pis vəziyyətdə. Orada iki baş pis vəziyyətdə. Bunların hamısını Tahir Qədəşov oldu. Damı söküb, buradan onun damı yoxdur. Söküb dağıdıb, bunları salmağa yer yoxdur. Birazını bırakıram çölə, orada deyir, damlara bıraxardım. Oranı da söküb dağıdıb, bırakıram çölə palçının içində yatır. Gəlir, yağış qar yağında. Keçən orada qarda 3 baş inəyim öldü orada. Buraya sığışım, orada bıraxdım, orada gedir, qarda, soğukda öldü. Atı, təzə doğan inəyə. 8 saat doğum öldü. Deyir, buradaydı, 8 başında bomboş qaldı, bir də nə qaldı? Bir başında o qaldı. O inəkləri çəkir, xahiş edir. Onlar da xəstədir. Onlar da görmüşsün, onlar da xəstədir. Dövlət kənd təsərrüfatına verici neçə illərdir, 15-20 il verici götürülüb. Kənd təsərrüfatına verici yoxdur. Ancaq Tahir Qədəşov kənd təsərrüfatı saxlayanlara zülüm edir. Kənd təsərrüfatı məşğulunun şəraitini dağıdır, sökür ki, qoy heç də saxlamasın. Sonra bu şəraitdə, bu vəziyyətdə mal saxlamaq olar. Başçısına üzümü tuturam. Ben de öz sözümü, dövlət başçısına üzümü tuturam, adiyyət orqanlara. Gəlib burada baxsınlar bu mənzərəni, nəinki bizi, hətta heyvanları da məhrum edirlər. Yəni, Bərəkət MMC-nin dövlətə verə biləcəyi xeyri, yəni, Tahir Qədəşov məhv ediblər. Uzun illərlə buranı icarə götürən insanları bu bir gündə pulla buranı özəlləşdirib, dövlətin ayırdığı böyük bir təsərrüfatın qarşısını alıb. Yəni, nə qədər ailələr, burada işləyən ailələr, yəni, işsiz qalıblar. Bu gördüyü mənzərə də adamın ürəyi ağrılarındır. Yəni, bu inəklərlə təsərrüfatla məşğul olmaq. Açığı mən müharibədə bir-birə döyüşlərdə oldum. Ermənilər bizim o torpaqlarımızı, evləri, hamısını dağıtmışdı. Onda ürək ağrısı tapdım. Bir də gəldim bu Azərbaycanın içində, Azərbaycanın torpağının içində bu evləri niyə dağıdırlar, bu binaları niyə sökürlər, niyə dağıdırlar, niyə qoymurlar insanlar işləsinlər. Niyə 5 dənə ailədə dolanır burada. Dövlət işsizliyə son qoyun deyir. Bu işsizliyi də küstürürlər. Bu dəyər ziyanları kim ödəyəcək? Niyə belə haqsızlıqları, haqsızlıq ayaq tutub yerir? Xahiş edir dövlət orqanlarına, prezidentimizdən xahiş edirəm. Bu işlərə xahiş edirəm ki, gəlsinlər, nəzər salsınlar. Gözlə görsənməyən şeylər var. Hamısı göz yumurlar, kimsə sözü var, sözün gedir deyir. Onların sözləri gedir,
təsərrüfatla işləyən başı heyvana, mala heyvana qarşının xəbəri yoxdur. Heç kimin bunlarda xəbəri yoxdur. Gəlsinlər, görsünlər. Biz çəkiliş özümüz də gəlmişik. İctimai birlikdə gəlmişik. Hamımız yığışmışıq bura. Bu mənzərə də ölür. Bax, bu başını qoyun. Bax, başını kəsməli. Bir dənə xahiş edirəm. Bax, bu can verir. O ilə öyle can verir. Bax, başını kəsməsə haram olur. Haram olur da, bax. Bax, bu yoxdur. Gedir, bax, nəfəsi yoxdur. Rauf Nicatoğlu 1992-ci ildə bu təsərrüfatda çalışıram. 33 il bu təsərrüfatda çalışıram. Hal-hazırda da fermer təsərrüfatları yaratmışam. 20 malqara saxlayıram. Bu damlar 79-cu ildə tikilən damları Tahir Qədəşov söküb dağıdıb. Mənim malqaramı qoyub pis vəziyyətdə. Bu saat malqaram xəstələnib. Mən bu qazilərə İctimai Birliyi, Dayaq İctimai Birliyinin həm üzvüyəm, həmişə bunlarla bir yerdəyəm. Bunlara lazım olanda kömək eləmişəm. Bu gün eləyə bilmirəm. Ona görə ki, malqaram hamısı xəstələnir. 2-3 baş inəyim ölüb. 7-8 baş buzovum ölüb. Malqaram xəstədir. 1 litr bir gün süt sağa bilmirəm. Hamısı Tahir müəllimin ücvatından. Tahir söküb bu təsərrüfatı satmaq istəyir. Satıb daha doğrusu tikinti şirkətinə ki, burada tikinti aparsınlar. Mən də buradan çıxartmaq istəyir. Damı tamam sökmək istəyir. Buranı da gəlib ekskavatorla, qol gücünə, zor gücünə söküb dağıdıb. İndi mən hara müraciət eləmərəm bilmirəm. Bu qazilərlə bir yerdə danışırıq. Görək indi bu vəziyyət axırı nətər olacaq. Mən 2-ci qrup Qarabağ qazisi Musayev Sərxan Yaqiboğlu. Özüm Dayaq İctimai Birliyinin Əlilər qrupunun üzvüyəm. Biz Rauf müəllim həmişə bütün qazilərə, şəhid ailələrinə həmişə dayaq duran bir insan olub. Onların dolanışıqları üçün onlara əlindən gələni heç vaxt dəstək gəlməyib. Bugünkü gün biz onun yanında ona görəyik ki, bugünkü gün o deyilən bu tikintiləri burada Bərəkət MMC adlanılan fermer təsərrüfatının rəhbəridir. Biz də bu kişiyə qoşularaq, dəstək olaraq bildiririk ki, bütün dövlət qurumlarından xahiş edirik ki, bu günlərin bizlərə kömək olsunlar. Çünki buradan bir neçə ailələr dolanır. Şəhid ailələri var, qazilər var içəmizdə. Gördüyünüz kimi biz hamımız buradan dolanırıq və bugünkü gün bizim burada dolanışığımızın demək olar ki, bizim hamımızın dolanışığımızın yəni yox dərəcəsinə gətirib çatdıran Tahir Qədəşov deyilən bir şəxs var. Yəni gəlib burada bu fermer təsərrüfatına bu qədər gördüyünüz kimi bu qədər ziyan vurubdur. Bugünkü gün mal heyvanın saxlamağa yer yoxdur. Heyvanlar da hamısı çöldə, qabaqdan da qış gəlir. Bugünkü gün sizdən qurumlardan xahiş edirik, dövlət qurumlarından ki, elə biz də ətrafında olmaqla belə bir təşəbbüs göstərsinlər ki, bu Qədəşov, bu dövlətin torpağı ola gəlib burada MMC, Bərəkət MMC adlanılan bu fermer təsərrüfatını dağıtmaq istəyirlər. Yəni biz buna yol vermək istəmirik, biz də bunun qarşısındayıq, biz hər zaman da bu Rauf müəllimin yanında olacağım və buna bir yol verməyəcəyim. Biz də öz gücümüzdə bilirik, bugün dövlətimizdə arxalanaraq bildiririk ki, bugün bizim bu fermer təsərrüfatı daimi inkişafına görə inkişaf eləsin deyə bizə dəstək olsunlar. Mən Əliyev Bəhram Qəmbəroğlu, 1-ci Qarabağ müharibəsinin 2-ci dərəcə müharibəliyəm. Mən də gəlmişəm bugün burada, məqsədim var ki, yəni gördüyüm bu mənzərənin ürək ağrısıdır. Uzun illərdən Rauf müəllim yəni həmişə dəstək olub bizə, maddi köməklikdən, yəni süd məhsullarından köməklik edib. Nəinki bizə, şəhid ailələrindən köməklik əlimiz alır. Gəlib bu mənzərə görmüşük. Yəni burada mümkün deyil. Bu yerdə təsərrüfatla məşğul olsunlar. Yəni sex də bağlanır. Bu Qədəşov. Tahir Qədəşovun bu törətdiyi cinayət əməllərinin ucbatından biz də ziyan çəkirik. Rauf müəllim də ziyan çəkir. Yəni dövlətə xeyir verə bilmirik. Bu qədər. Mən Şəmilov İlyas Səbrayıloğlu, 2-ci qrup Qarabağ qazisiyəm. Rauf müəllim bizim Dayaq İctimai Birliyinin üzvüdür. Eyni zamanda bizə dəstəkdir.
bütün şəhidlərə dəstəkdir. İndi bugünkü gündə Tahir Qədəşov deyilən bir şəxs gəlib buraları pis vəziyyətə qoyubdu. Bu Rauf müəllimimizi yana salıbdı. Ona görə də Rauf müəllim bugünkü gündə Qarabağlılarına kömək eləyə bilmir, şəhidlərə kömək eləyə bilmir. Xahiş edirəm dövlət bizə dəstək dursun ki, bu Rauf müəllimin çəkdiyi ziyanlar ödənilsin. Mən ikinci qrup Vətən Müharibəsi qazisi Kazımov Sənani İsa'oğlu. Bu dediyim qazi qardaşların işinin həmrəyəm. Yəni Rauf müəllim həmişə bizə dəstək olub. Şəhid ailələrinə, qazilərə həmişə yəni biz buradan qidalanmışıq, bəhrələnmişik. İndi də bu Tahir Qədəşov gəlib buranı söküb dağıdıbdır. Çox bir yaramsız bir vəziyyətə salıbdır, heyvanlar saxlamaq. Yəni mümkün deyil. Bu kişi təsərrüfatla məşğul ola bilmir. Yəni daimi bizə həmişə kömək əlini uzadıbdır Rauf müəllim bizə. Yardım əlini uzadıbdır qazilərə, şəhid ailələrinə. Xahiş edirik bu dövlət orqanları bu işlə ciddi məşğul olsunlar. Bu qədər. Mən Zamanov Rəhman Bəbiroğlu, Qarabağ müharibəsi 2-ci qrup 50, Dayaq İctimai Birliyinin üzvüyəm. Həmkarlarıma dediklərinə razıyam, həmkarların dediklərinə şərikəm. Həqiqətən də ürək ağrısı ilə mən gəlib bu mənzərəni görürəm. Dövlətimiz də bu təsərrüfat quranlara, maldarlığa, heyvandarlığa duran dəstəkdir. Kimsə hansısa bir gəlib burada hətta çəkmə bilərsiniz, ekoloji cəhətdən ekologiya təşkil gəldi bura, bax, hamısını dağıdıb tökürlər və ürək ağrısı ilə, olmaz. Hamı ağac əkir, hamı tikir, amma gəlib bunlar da sökürlər, ekskavatörü vururlar, tökürlər. Xahiş edirəm dövləti, aidiyyəti qurumlardan bizim ağsaqqala kömək dursun, bizə də yardım, hətta əllərimiz vardı, gəlmək istəyirlər, gələ bilmədilər. Çoxsu gəlmək istəyirlər, gələ bilmədilər, imkansızlıq dəyərləndirsin. Gəlmişik dəstək duraq, xahiş edirik ki, dövləti, aidiyyəti qurumlardan ağsaqqala kömək olsunlar, dayaq dursunlar, biz də onlardan bəhrələnək. Biz ağsaqqalın yanındayıq. Ben Hacı Çavaşım Novruzoğlu. Biz de yoldaşların, kardeşlerin sözlerine, çıxışlarına dəstək olaraq onların fikrini çatdırmaq istəyirəm ki, yəni biz buradan həmişə yağ, pendir, süt götürürdük. Çünki indi şikəst adamlıq işləmirik, eləmirik, bizə kömək edirdi. İndi bu süt dağıldığına görə, iri-buzlu heyvanlar tələfat olduğuna görə biz çətinlik çəkirik. Xahiş edirik, aidiyyəti qurumlardan bu barədə ölçü götürüb bu qor zorakılığına son qoysun. Hektardır burada. 7 hektar yarım. Tarih yok. Ta cavab vermir, deyir.